14 mart tarixində Geek Holding iş adamları və şirkət nümayəndələri üçün iftar süfrəsi təşkil edib. Tədbirin əsas təşkilatçıları Give Medical və Global Business Platform komandaları olub. İftar süfrəsinin davamında Geek Holding, EMC Makina və Turmon şirkətlərinin rəhbərləri qonaqları ölkədəki yeni planlar və strateji təşəbbüslər ilə tanış ediblər. Tədbir çərçivəsində Ucarata Drilling Rig şirkətinin tikinti avadanlıqlarının Azərbaycanda rəsmi nümayəndəliyi və distributorluğu təqdim olunub. Qeyd edək ki, Geek Holding, EMC Makina və Turmon bu şirkətin Azərbaycandakı tərəfdaşlarıdır. Qonaqlar qarşısında Çindən gələn mütəxəssislər çıxış edərək avadanlıqların xüsusiyyətləri və tətbiq sahələri barədə ətraflı məlumat veriblər. Təqdimat zamanı iştirakçılar birbaşa sual verərək texnologiya və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beləliklə, dostluq və əməkdaşlıq ruhunda keçirilən təqdimat uğurla yekunlaşıb. Tədbir iştirakçıları üçün həm informativ, həm də sosial baxımdan faydalı olub. Təşəkkür edirəm ilk başda və hər kəsi təbrik edirəm. Həm qarşıdan gələn Ramazan bayramı ilə əlaqəli, eyni zamanda Novruz bayramı ilə əlaqəli. Təşəkkür edirəm hər kəsə iftarımızda iştirak elədiyinə görə. Biz hər zaman xeyriyyə layihələrində olmuşuq və Ramazanda hər zaman iftarlarımız olub. Və burada bugün bütün dostlarımızı biz qarşıladıq. Eyni zamanda tikinti sektorunda yeniliyi Azərbaycana gətirdik. Həyat yoldaşım və eyni zamanda ortağım İlkay Kranla Geek Holding adına çox böyük bir distributorluq almışıq. Bu tikinti şirkətində, sektorunda sıvay cihazlarının Azərbaycanda fəaliyyətinin artırılması ilə bağlıdır. Və ilk və tək olaraq bizdə olacaq. Siz də xeyrini görərsiniz, yararlanarsınız. Vətənə, millətə xeyirli olsun. Bizimle beraber olan dostlarımıza hem Ramazan iftar yemeğinde buluştuk, hem de bu ülkede ihtiyacı olunan makineleri, teknikalarının getirmek için aldığımız distribütörlüğü ilan ettik. Biz şirket olarak yenilikler getirerek işe başladık. Bu yenilikleri, teknikaları bu ülkede kullanıma sağlayarak daha sağlam inşaatlar, daha problemsiz inşaatlar yapılması için buna bir öncelik yapmak istedik. Dostlarımızla hem bir samimi akşam yemeği yiyip hem de bu işin takdimatını gerçekleştirdik. Çin'in en güçlü markası olan Yushine'i biz Azerbaycan brendi olarak Azerbaycan'a distribütörlüğünü getirdik ve bundan sonra Çin devletinin desteğiyle bu ülkede bu makinelerin ve teknikaların daha fazla yaygın olarak ve ihtiyaca yönelik hizmetlerle karşı karşıya kalınan sorunları yok etmek için buradayız. Ve herkesin bu arada karşıdan gelen bayramını da tebrik ediyorum. Bu akşam bize de şərəf verdiniz. Çok teşekkür ediyorum. Çok sağ olun. Mən Pərviz Əzimzadə Global Business Platformunun təsisçisiyəm. Bugünkü tədbir, bugünkü iftar süfrəsi, iftarda biz ölkəmizdə bir neçə biznes sahələrinin nümayəndələrini, hətta bölgələrdən nümayəndələr bugünkü tədbirdə iştirak edirlər. Give Medical'ın və Global Business Platformunun təşkilatçıları əks edir. Bugünkü tədbir Geek Holding'ın yeni qolu olan, yəni tikinti inşaata bağlı olan və Azərbaycanda ilk dəfə olaraq Çin Demokratik Respublikasının nəhəng konsorsiumu olan şirkətin Azərbaycana cihazlarının gətirilməsi və burada bunların fəaliyyəti ilə bağlıdır. Gördüyünüz kimi artıq 70'e yaxın şirkət nümayəndələri burada iştirak edirlər. Böyük maraqla qarşılanan bugünkü təqdimat və biz 2026-cı ildə ilk tədbirimizi təşkil edədiyimiz, amma bundan sonra da artıq davamlı olaraq Geek Holding'ın Azərbaycanda fəaliyyəti ilə bağlı həm medianı, həm bizim ictimaiyyəti geniş halda məlumatlandıracaq.